Aylardır antidepressant içirsiniz, lakin heç bir xeyri yoxdur. Amma sizə desəm ki, bu qaranlıq quyudan qurtarmaq mümkündür, inanarsınız? Bəli, mümkündür. Transkranial maqnit stimulyasiya terapiya ilə, yəni TMS terapiya ilə depressiyada olan insanların beyninin sol prefrontal korteksinin neyronları sanki yatmış olur və bu da xoşbəxtlik hormonlarının ifrazını zəiflədir. TMS terapiya isə sizin beyninizə xüsusi maqnit impulsları ötürərək bu neyronları aktivləşdirir. Buna görə də xoşbəxtlik hormonları yenidən aktiv şəkildə ifraz olunmağa başlayır. Ən gözəl xüsusiyyəti isə odur ki, TMS terapiya qətiyyən zərərsizdir. Dərmansız müalicədir. Heç bir dərman yeridilmir, yəni qaraciyərimiz yüklənmir və eyni zamanda da dərmanla yanaşı da aparıla bilən bir terapiyadır və yaxud da ki, dərmandan effektivlik görmədiyiniz zaman TMS terapiyanı tərcih edə bilərsiniz. Məncə, sizin də belə bir probleminiz varsa, nevroloqunuzla bu terapiya haqqında danışın.